Bunu mən sizin qrupunuza atmışdım, həmi? Model 1. Aha. Açıldı uşaqlar testlər, o gün evə verdiklərim. Müəllimim açıldı. Getdik. Başla Rəşad elə səndən. Oxu görək. Burada müəllim bölər fosforu hansı üsulla alınmışdır deyir. Mən bu bilmədim müəllim nədirsə. Tamam. Biz onda sənə sualı belə verək. Əslində dərslikdə var idi sənə atdığım PDF-də Rəşad. Sadəcə olaraq alimin adına fikir verməyibsən. Fosfor sənayedə hansı reaksiyanı alırdıq Rəşad? Fosforu sənayedə Fosforu? hə, necə alırdıq? Sənayedə elə bir ki müəllim minerallarını alınır da o. Reaksiya necə gedirdi? Kalsium 3 PO4-dən 2 dəfə üzərinə gəlsin 5 mol C. Aha. Üzərinə gəlsin 3 mol silisium O2. Alınır kalsium silisium O3. Fosfor. Bir de CO. Aha. O indi o dediyin üsul elə Völlerin adıyla bağlıdır da. Hansı variant olar? Hansı variant olar? Bəli, o dediyin reaksiya Deməyin hardadır? baxın. D1-də var. Elə birdir də, yox. Bir də. Bəli, bir. Başa Yalnız bir düşdünmü? olur ki. Yalnız bir. Bəli, bir. Uşaqlar variantınız düz gəldi. Siz nə yazmışdınız Zeynəb? Mən düz gəldi. Aha. Dərsə qoşulan digər yoldaşlar. Qoy bir Mən dənə adını notla seçsin. bilməmişəm bunu. Hə. Nailə sən nə yazmışdın? C yazmışdım mən. Dəqiq. Bəli mən. Mhm. İkinci sualı sən oxu Nailə. Fosforun yerləndiyi müəllim. Necə Nailə? Deyir ki, fosfor heç nə müəllim, heç nə demədim. Aha. Deyir ki, fosforun altrofik şəkil dəyişmələrini müəyyən edin. Fosforun ağ, qara, qırmızıdır deməli müəllim. Sıxlığı azalır, alınma temperaturu azalır. Ağ, qara, qırmızı yazmışdıq. Oxda elə bir ki, hansı istiqamətdəyim? Sağa olan istiqamətdə idi. Bəli, soldan sağa. Yəni ağdan qaraya yoxsa qaradan ağa? Ağdan, ağ, qara, qırmızı. Ağdan qırmızıya. Ağ, qırmızı, qara idi. Ağ, Ağdan, qırmızı, qara, hə. hə, ağdan qaraya istiqamət. Sıxlıq artırdı, azalırdı Nailə. Sıxlıq artırdı. Artırdı. İndi bizə deyir azalsın. Onu tərsinə yutmalısan da. Tərsinə yığmalıyamsa, qırmızı, Qara. qara, ağ. Qara, Aşağıda qırmızı, qara ağ idi. olur. Bəli, qara, qırmızı. Rəşad nə yazmışdı? Mən də qara, qırmızı, ağ yazmışım. Çünki getdikcə artırdı ağ fosfordan qara fosfora getdikcə. Ay, Ona görə də eksi gedərdi fikirləşdim. ay, sağ ol Rəşad. Üçüncü sual Zeynəb. Üçü də yaza bilməmişəm. Çox asandır Rəşad, çox. Baxarsan. Zeynəb bax görək suala. Difosfor pentoksidi mol miqdarı reaksiya nəticəsində əmələ gələn turşuların əsaslığını müəyyən edir. Difosfor pentoksid nə idi Zeynəb? PKO5 PKO5-in 3 dənə reaksiyası var idi. İsti, soyuq. soyuq olarsa HPO3 idi. Bəli, Ilıq bəli. olarsa H4 idi. Soyuq olarsa nə dedin? HPO3 HPO3. Aha. İlıq olarsa? H4 PKO7 Aha. Qaynar olarsa? H3PO4 İndi bizdən əsaslığını soruşur. Birinci neçə əsas olacaq? Birinci 4 əsaslı, ikinci 1 əsaslı, üçüncü 3 əsaslı. Hansı variant olacaq Zeynəb? 4-cü qrup saldı bax bunlar. D variantı. D. Nailə nə yazmışdın? Nailə. Mən eşidirəm, səsimi aça bilmirdim. Sadəcə yazmışdım. Aha. Sonra Rəşad, başa düşdün Rəşad? Mən başa düşdüm. 4-cü suala bax Rəşad.
Maddələr verilib. Natrium OH, kalium OH, NH3. Kütlələri var. Kütlələrini eyni verib, hə Rəşad? Bəli, kütlələri eyni verib. Sonra nə istəyir bizdən, nə verib bölündə? H3PO4-ün maksimum miqdarı deyir. Bax, bunların kütlələri eyni olarsa, əvvəlcə gəl hər birinin emerini tap, Rəşad. Natrium OH-ın emeri bilirsən necə olar? Natrium 23-dür. Bəli, 23 vurulsun. Yox. 23 üzərinə gəlinsin, 16 üzərinə gəlinsin 1 olurdu. Aha, bu eləyir 4. Kalium Bəli. OH-da 39, kaliumda 39, 16, 1 16, 1. olur. Bu da hardasa Azotda eləyəcək? 14 idi deyəsən. Bu 56 eləyir. Hə, azot 14, hidrogenli 1 vur 3, 3. Bu da elə 17. Sən bunların hamısını Bəli. eyni kütlədə götürsən Rəşad. Məsələn, hərəsindən 100 götürsən. 100, 100, 100. Hansı mol daha çox olacaq? 56 olanın. 56-ya 2 mol düşür axı təqribən. 17-ni nə? Çünki 17. molu daha çox olmalı. Bəli, bunun molu, bəli, kiçiyi molu daha çox olacaq. Və molu çox olana da daha çox H3PO4 lazım olar. Yəni sənin Bəli. N2-nin rəqəmi daha böyük olacaq N2-dən. N2-dən yoxsa N1-dən? Burada mənim ən çox olan N3-dür. Aha. Sonra N1-dir. Ay sağ ol. Sonra Sonra N2. yəni başa düşdü uşaqlar? Bəli. Bəli. Hansı variant olacaq? Hansı variant olacaq? C. C variantı. Aha. Sonra 4-cü sualı getdi. 5-ci sual. Oxuyur Nainə. Mən bunu yaza bilməmişdim mən. Amma oxuyaq Nainə. Tamam. 0,2 mol X3PO4 duxunun məhluluna kalium OH əlavə etdikdə alınan duzun Əslində kütləsi. duzdur, hə, o səhv düşüb duzunu. Aha. Məhluluna kalium OH əlavə etdikdə alınan duzun kütləsi ilkin duzun kütləsindən 12,6 qram artıq olur. Reaksiyanın sona dəqiqliyini nəzərə alaraq X-in molar kütləsini qram bölü mol ilə müəyyən edin. A-yə də verir kalium 39. Aha, Rəşad bizlənsən? Xeyr, müəllimə. Tamam. Bax, deyir 0,2 bol bu qədər duzun kalium OH reaksiyasından Nainə 12,6 qram axırda belə deyək də duzların kütləsində fərq oldu. Nə baş verib ki, bax mənim X3PO4 var ha. Salam müəllim. Salam Məcid. X3PO4 kalium OH-la reaksiyaya girdikdə, axı sənə şərtdə deyir X3PO4 duzunun kalium OH-la reaksiyası. Bu zaman nə baş verir uşaqlar? Kaliumla PO4 birləşir. Bu zaman nə yaranır? Kalium 3PO4. Ay sağ ol. OH-la da X birləşir, eləmi? Baxın, 0,2 molunda kütlədə artım nə qədər verib? 12,6 qram. Bəs 1 molunda nə qədər olardı? 1 molunda. 1 molda X. X-i cəbdən kalkulyatorla tap, Nainə, ya da özümüz tapaq. Bax, X bərabər olur nəyə? 12,6 vurulsun 1, bölünsün 0,2. Aha. 83. Bunları hesab edirik, qalır 63, eləmi? 63. Bəli. Uşaqlar, bu 63, yəni nə deməkdir? 1 mol, yəni maddədən 1 mol götürəndə kütlə dəyişiminin artımı 63 olmağı nə deməkdir? Normalda, baxın, duzumuz əvvəl bu idi, X3PO4. İndi olub kalium 3PO4. Nə baş verib? 3 dənə X çıxıb elementdən, əvəzinə nə gəlib? 3 dənə K gəlib də, kalium. Kalium kütləsi nəyə bərabərdir uşaqlar? Bax, 39-a. Aha, 3 dənə X-i bilmirəm, niyə X yazdım ha. 3 dənə X qədər çıxıb duzun içindən, 3 vurulsun 39 qədər də kalium gəlib və kütlədəki dəyişim nə qədər olub? 63 qədər 1 mol götürüləndə. Gəl buradan bir dənə Nainə X-i tapaq. Bax, -3X bərabər. Niyə -3X yazdım? Yəni 3X qədər kütlədə azalma olub. Bu qədər sonra kalium gəlib gördüm gedər. Bəli. Olacaq -3X üzərinə gəlsin. 39-u 3-ə vursaq neçə eləyər? 27, 2 yadda, 117, hə? Bərabərdir 63-ə, səhv hesablamadım. 9, 117, aha. -3X bərabərdir 63-dən 117 çıxsaq, 117-dən 63 çıxan neçə eləyir?
4, bu da 5. -54. X də bərabər olur Rəşad nəyə? 54 3-ə bölün 18, elə. Demək, söhbət hansı elementdən gedir? Yəni, kütləsi neçə olan elementdən gedirmiş? 18 olandan. Mən başa düşdüm. Bunu dəftərinizə yazın, xüsusilə 4-cü qruplara çətin tipli test olaraq düşür bax bu tipli sual. Ona görə xüsusilə Zeynəblə Naillə başda olmaqla hamınız yazın. Yəni, 1-ci qruplarda ildən ilə suallar çətinləşir ha, uşaqlar. Arxain olmayın, öyrənin. Çətin öyrənin ki, asan sizə asan gəlsin. Yazandan sonra xəbər edin. Yazırıq uşaqlar. Bəli. Yazdım. Kimlər gəlib? Məcid demədilər. Aha. Başa düşdük, Məcid? Bəli, mənim. Sildim. Bu sualı kim oxudu? Nail oxudu. Naillə. Naillə sonra Zeynəb, sonra Məcid oxuyar. Zeynəb altını oxu. X, Y və Z ortofosfat, metafosfat və fosfit turşularıdır. Onlarsa ABC arasında münasibəti müəyyən edin. Orada o dediyin olarsa var da, omegada. Omega nədir səncə Zeynəb? Omega nə deməkdir? Bilmirəm. Orada verib. Cədvələ bax. Kütlə paydı mən. Bəli, Kütlə kütlə payı. payı omega. Bax yazıb bax fosforun kütlə payı. İndi sən mənə Zeynəb, Bəli. bunların bir dənə formulu verən ortofosfat necə yazılır? H3PO4. H3PO4. Aha, yazaq bir dəqiqə. H3PO4. Sonra metafosfat nə idi? HPO3. HPO3. Fosfit nə idi? H3PO3. H3 əla. PO3. Bunları tapdıq. Bizə deyir ki, Zeynəb, bizə deyir ki, bax, bunların deyir, kütlə payları omega 3 böyükdür omega 2-dən, o da böyükdür omega 1-dən. Burada da kütlə payı fosfordan gedir söhbət. Sənə belə bir sual verim də Zeynəb. Bunların hər birinin fosforu nə qədərdir? Hər birində 30 dənə. qramdır da, elə bir dənə elə, yəni ayrı qədər. Bəli. Bir dənədir. Onda belə çıxır ki, Zeynəb, gəl bir də bunların emerlərini də hesablayaq, görək hansı çox olar. Səncə bunlardan hansının kütləsi daha böyük olar Zeynəb? H3PO4-ün. Bəli, çünki orada bax, məsələn H3PO4-ü hesablayanda 1 vur 3 hidrogen, 31 fosfordur, 4 vur 16 da 64. Bu obş eləyəcək 98 qram, eləmi? İkincini hesablayanda 1 üstə gəl 31 üstə gəlsin 16 vur 3 neçə eləyir? 48. Bu da hardasa eləyir 80 cəmi. Üçüncüdə Zeynəb 3 üzərinə gəl 31 üzərinə gəlsin 16 vur 3 də yenə 48. Bu da eləyəcək 82. İndi sən bax gör bunların hansının kütləsi daha böyük oldu? 98-in elə. H3PO4-ün. Burada kütlə payı. Səncə bax bayaq Rəşad işləyəndə bilmirəm fikir verdin yoxsa yox. Biz deyirdik ki, emeri böyük olanın, yəni söhbət hansına gedir? H3PO4-dən elə. Emeri böyük olanın Rəşad nə dedi? Miqdarı az olur. Asal. Omegası da ona görə az olacaq. Yəni omega 1 yazılan olacaq H3PO4-ün kütləsi böyük olan. Sonra 2 olan kütləsi ikinci yerdə duran hansıdır? Axırıncı. H3PO3. Aha, H3PO3. Omega 3-ün də kütləsi ən az olan HPO3. HPO3. İndi bunların səndən əsaslığını istəyir. HPO3-ün bu omega 1 hansı oldu? H3PO4, hə? Əsaslığı neçə olur H3PO4-ün? Zeynəb 3. Ay sağ ol.
Omega 2'miz nə oldu? H3PO3. Bu istisna olaraq bunun əsaslığı neçə idi? Kitabda cədvəldə var idi. Əsaslığı 2 idi. Əla, 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 bəli. Omega 3-də HPO3-də əsaslığı neçədir? 1. Всё. İndi ABC arasında münasibət necə olacaq? A A. en büyük olacaq, sonra B, sonra C. Bəli, A, B, C olacaq. Doğru variant A variantı. Başa düşüldü uşaqlar? Bəli. Bəli. Lale. Başa düşdün? Bəli. Bəli, mən. Aha, sonra indi oxuyur Məcid. Bunlar Məcid biraz çətin suallardır, çünki 4-cü qrup səviyyəsindədir. Bəli. Amma bunları bilməyimiz yaxşıdır ki, asanlar da bizə, 1-ci qrup bizə asan gələcək. Nə deyir Məcid? Bax, bu suala bax. X üzərinə gəl. Ortofosfat turşusunun kalsiyumla əmələ gətirdiyi X-Y vəziyyət duzlarının suda həll olmasının artma sırası. İndi sənə İkiz belə üzərinə bir sual gəlsin. deyim də. Bax, kalsiyum budur, ca, elə. Canın PO4 Tamam. ilə yaratdığı 3 dənə duzu var. Bir normal duzdur. PO4 3 valentlidir. Məcid, kalsiyum da 2 valentlidir. Bunun ayağı necə olacaq? Bura 3 düşər, bura 2 düşər, hə? Bəli. Biri budur. Biri hidrogeni bir dənə olandır, kalsiyum HPO4. Biri də hidrogeni 2 dənə olandır uşaqlar, kalsiyum H2PO4. HPO4-də hidrogenin ikisi itibdə, Rəşad, əslində H3PO4 olmalıdır, amma burada H verib. Yəni ikisi itib deyən bu neçə valentlidir Məcid? Nə qədər hidrogen yoxdursa, o qədər valentli olur da. 2 valentlidir. Yəni ekvivalentli olur orada. Ayaqları birin birə qalacaq. Ayaqları birin birə qalacaq. Yəni bu formada olacaq. Üçüncüdə isə Məcid, H2PO4 veribsə neçə valentli olar səncə? H2PO4 veribsə Neçə hidrogeni yoxdur? Biri yoxdur da. Bir valentli olur da Bəli. müəllim. Bu bir Tapın düşən valentli. ayağını. Bəli, bu da 2 valentlidir. Ayağına düşəcək neçə? 2. 2 zad oldu kimi qalır. Bəli. İndi mən səliqəsiz olmasın deyə bunun üstlərini silirəm. Yəni onları ayaqlarını tapmaq üçün çəkmişdik də yazmışdıq. Всё. Yəni bizim X, Y, Z-miz bax bunlardan biridir. Bunlardan biridir. İndi səncə Z hansı olur? Bax deyir 4 dənəsi gələndə Z-ə çevir. Bunların içərisində hansı hidrogen daha çoxdur? Baxıncın elə. Za H2PO4-ün. Aysə bax bu olacaq Z-imiz. Eləmi? Və nəyin üzərinə 4 dənəsi gəlsəm bu çox olana çevrilər? Təbii ki, heç olmayanında elə X-imiz olar Heç yuxarıdakı. olmayan. Y-də qalacaq nə? Bu. Elə deyilmi? İndi deyir ki, bunların əmələ gətirdiyi duzlarının suda həll olmasının artması. Belə bir qaydamız var ki, hidrogen sayı uşaqlar nə qədər çox olarsa, o qədər suda yaxşı həll ola bilər. Ən yaxşı həll olan onda hansı olacaq Məcid? Z. Hidrogeni çoxdur axı. İndi artma ardıcılığı X. Ondan sonra Y. Artma deyir axı, azdan çoxa. X, Y, Z. Tamam, azdan sonra. Başa düşdük? Tamam. Nanə. Başa düşürük? Bəli, mən başa düşürəm. Aha. Sualınız yoxdurmu? Keçək o bir suala. 8-ə. Bəli. Bəli, mən. Aha. Qaydırıq Rəşada. Rəşad 8-ə bax. Burada müəllim maddə verilib ağ fosfor. Aha. Ağ Ağ fosfor sayı necə X yazılır? S16'dır. O çükür day Rəşad. Ağ fosfor. S16 idi. S16 nədir? Əmin mən nəsə qatışdırdım. Fosfor nədir? P. P4. P4. Atom sayı nə qədərdir Rəşad? 6 dənə elektron yuxarı atom. Atom sayı nə Mən qədərdir? qatışdırmayın. Çatışdırmazsan. 4 dənə. 4 dənə atom var. 4. 6 nə işləyirəmişim mən? 6 rabitələrin sayıdır, ona görə 6 deyirsən. Mənim rabitələr sayıydı. Bəli, üçbucaq çəkilirdi Rəşad. Mənim üçbucaq çəkilirdi, ortada da bir P var Aha, idi. bəli. 6 üç dənə dənə rabitə. 6 dənə rabitə elə. Elə çıxır ki, cavab Y olacaq da, başqa variant yoxdur. 4, 6 olan. Mənim Neutron sayı necə tapar Rəşad bəs? neutron sayı elə bil ki, mənim 4 elektron varsa, Yox, 4 elektron demək, 4 atomun varsa, mənim 4 atomum varsa, Hər 4 atom- dənə proton, hər atomunda nə qədər neutron var? 15 dənə.
15 protonundur. Neutron. Aha. Neutronumuz 16 dənədir. Bəli, 31-dən 15-ə çıxanda 16-yı vururuq neutron. 4-ə. Bəli. 64 olur. Neytronu tapanda Məcid, kütlədən 31-dən proton 15-ə çıxırsan, qalır 16 dənə neutronun. Sonra tapdığın 16-nı da atom sayı 4-dür deyən 4-ə vurursan. Olur 64. Doğru variant Y variantı. Mən protonlarının, neytronların sayını yazmışdı cədvəldə, kitabda. Həm burada da köməkdə də verilib, bax. Məsələn, bir dənə bilməli olduğum yuxarıdan aşağı çıxanda neytronu verməkdir. Aydındır? Aha. Sonra 9-cu sual. Nanə. 9-da deyir ki, müəllim, kalsium 3PO4 2 dəfə Nanə üzərinə gəlsin karbon. dayandırdı elə dərsləri, yoxsa xəstə falan mı qoşulmuş? Elə bir qrupda varmı, yoxsa fikrimdən çıxıb? Güzən qoşulmur da dərslərə. Mən sizi dərslərə, yoxsa deyək, ümumiyyətlə? Yox, kimyaya. Ümumiyyətlə müəllim heç bir dərsə qoşulmurdu. Çünki o, Yəni, məsələn, ödənişinin vaxtı hələ indi tamamlanır da, qoşula bilərdi istəsə. Bizim hələ, məsəl üçün, indi mən dərsdən çıxandan sonra yazacağım ki, kim istəsə gələnlər qoşulsun. Yəni, hazır ki, 3 dərs boş-boşuna niyə ödəniş əlavə vermiş sayəsində qoşula bilərdi. Dedim, görün, xəstə falan mı deyən qoşulmur, nədir? Vaxt yoxdur, mən biraz qarışıqdır, ondan görə ola bilər, başqa bilmirəm. Hə, tamam. Çünki o ödənişi ödəmişdi, 8 dərs qoşulmuşdu. Sonra gəldi, 2 dərs falan qoşuldu. 2 dərsi zaten qalmışdı da. Bizim hələ 12 dərsimiz bu gün də tamam oldu. Biraz bizdə apresiya falan oldu, sizin imtahanınız falan oldu, arada fasilələr falan. 12 dərsimiz 2 ay gəlib çıxdı. Amma eyb yox. Yəni bizim olsa çox az materialımız qalıb və 1 aya bütün yekunlaşdıracaq bütün işlərimizi. Hətta təkrar da eləyəcək. Hə. 9-cu sual oxu görək, Nanə. Deməli, mən X, Y və Z maddələrini müəyyən edin deyir. Birinci kalsium 3PO4 2 dəfə üzərinə gəlsin karbon virgül silisium O2. Bunlar həmişə alınırdı müəllim. Kalsium silisium O2 ilə, O3 ilə, fosfor bir də SO alınırdı. Yəni burada məqsədimiz nəyi almaq idi? Fosfor. Bəli, fosfor. Sonra Fosforun üstünə sonra O2 gəlib, PO2 alınır. Yox, PO2 alınmır. PO2 deyilən P2O alınır. ya da P2O5 bəli, alınır. ikisi də alına bilər. Aha. Sonra onun da üstünə su gəlib. P2O5-i O3 üstünə su gələndə pH3 əmələ gəlir, səhv eləmirəmsə. Nə alınırdı? pH3 yox. pH3-ün üzərinə su C gələndə. variantı olur da, Bax. PO4 alınır. Ay sağ ol. pH3-ün üzərinə su gəlsə H3PO4 alınır. pH3-ün üzərinə su gəlsəydim nə olacaqdı? Nanə də görək. pH3 hansı turşunun? pH3 Zeynəb, hansı turşunun anhidridi idi pH3? P2O3. O3 fosfor turşusunu. Yəni H3PO3-ün elə. Yəni burada H3PO3 versəydi 4 yeni 3 olurdu. Ay sağ ol. Yəni ona görə variantımız olur C. Doğru. Sonra yəni arxaları lazım deyil saytını tapdıq da biz. 10-cu sualı oxuyur. Kim oxuyurdu indi? Zeynəb, hə? Zeynəb. Bəli. Maddələrin qarşılıqlı təsirinə əmələ gələn 1, 2, 3 və 4 birləşmələrdə hansı gübrədir? NH3 üzərinə natrium NO3 yox idi. NH3 üzərinə H2SO4 Var idi elə. alınırdı. NH4 desod. Bəli, var idi. Bəli, ikini götürərik ona görə. Sonra Kalium klor üzərinə natrium NO3 də var idi. bəli. Olacaq 2 və 3. Alınsılfat turşusuna kalium klor gübrələrin alınmasında yox idi. 11-ci sual oy ay Məcid. Nə çətin sual düşdü sənə? Bəli. Məcid oxusun. Məcid deyən bizi tərk edib yenə.
Məcidin canını qurtardığına görə Rəşada düşüb bu çətin sual. Buyur Rəşad. Rəşad. Məmnunam. Başla. Oxu Rəşad. Sadə süperfosfat deyir, gübrəsinin tərkibində olan kalsium H2PO4-dən 2 dəfə və kalsium SO4 qarışığından fosfor və kükürt nədir? Kükürdün mol nisbəti 2/3 kimidirsə, bu qarışığın 321 kiloqramdan neçə kiloqram kalsium H2PO4 2 dəfə olduğunu hesablayın deyir. Sualı bir dəfə ürəyində oxu Rəşad. Sən izah edəcəksən şimdi. Oxuyanda xəbər elə, davam eləyək, görək nə deyir. Hanım oxudum. Bax, sadə süperfosfat nə idi? İçində həm bu maddə var, həm də bu maddə var da. Hanım. Deyir, bunun tərkibində fosfor və kükürdün mol miqdarı 2-nin 3-dədir. Ay Rəşad, bax, kalsium H2PO4-də nə qədər fosfor var? Burada mənim 2 dənə fosforumuz var da. Bəs nə qədər kükürt var? Kalsium SO4-də. Kükürtümüz 1. 1. Bundan bir dənədir, bundan amma 2 dənədir fosfordan, elə? İndi mən Bəli. bunları neçəyə nisbətdə götürüm ki, 2-nin 3-ə nisbətdə olsun fosforla kükürt. Mən 1 mol kalsium H2PO4 götürsəm, 1 mol. Burada nə qədər fosfor olacaq? Burada 2 dənə 2. fosfor. Aha. 3 mol kalsium SO4 götürsəm, nə qədər kükürt olacaq? 3 mol. 3 mol kükürt. Bizim verdiyi şərti uşaqlar ödəyir. Fosfor və kükürdün Bəli, molu ödəyir. 2/3-dür. Deməli biz bax bu nisbətdə götürməliyik ki, bizim şərtimizi ödəsin. İndi nisbət dediyimə görə bilmirəm də konkret nə qədər. 1x, 3x götürürəm, yaxşı? 1-in 3-ə nisbətidir. Bura qədər aydındır? Bəli. Qızlar aydındır sizə də? Bəli. İndi kütləni verib 221 qram. Rəşad, deyə görək o kalsium H2PO4-ün kütləsi nə qədərdir? Kalsium H2PO4-dən 234 verib də. Bəli, 234. Sən də götürübsən 1 mol da, yəni 234x elə. Bəli. Bəs o kalsium SO4 Ondan 3 mol götürmüşük də, 136-yı vururam. 3-ə. Neçə eləyər? Yazaq da elə, yazaq 136 vurulsun 3x elə. Obşu bərabərdir 221-ə. Kimin yanında kalkulatoru var? Mənim yanında kalkulatoru var. Xeyr mənim, amma siz deyin, buradan hesablayaram. Aha, yaz 136 vurulsun 3. 136 vurulsun. 408. 408. 408. İndi ondan 234-ü topla. Ondan da 234-dür. 642. 642 eləyir. Aysa 642x-imiz uşaqlar 231-ə bərabərdir. Onda x nəyə bərabər olur? X 2-yə. 2-yə. Yox, 0.5 axı 231 642-yə bölsən Məcid. Bu hayır. Saçdı. 0.5 mol. Elə tapdığımız o nisbət Rəşad neçəymiş? 0.5 imiş. Böllərinə yazdığımız. Yaxşı? Bəli. Bizə deyir ki, bax 321-ə bərabər elədikdə tapdıq x-imizi. Deyir burada nə qədər bax bu maddədən var Rəşad. Bu maddənin biz əmsalını neçə görmüşdük? 1x elə. 1x yəni 0.5 mol olur. 0.5 vurulsun kütləsi nə qədər idi? 234 hə? 234. Neçə eləyir 0.5 234 vursan? 117. Yox. Olacaq uşaqlar 117 qram. Bunu da yazın zəhmət olmasa. Bu da çox maraqlı məsələ idi. Məcid internetiniz gedib gəlir yoxsa niyə fikirləşirsən tez-tez? Bəli, mən atır proqramla mənim tez-tez. Hə, o bilsən Julayda da elə problem oldu. Ona görə dərsə qoşulmayıb. Julay bu gün yəqin şimşək falan çağır sizin rayonda da. Bəli, mən biraz
Kayıt edirəm, kaydı atacağım YouTube-a, YouTube-dan da sizə atacağım. Baxarsınız təzədən ötürdüyünüz yerlərə. Yazdı uşaqlar. Bəli. Hamı yazdı. Bəli. Gəlməm, mən də yazdım. Sildim. Bunu Rəşad oxudu. Məcid arada yoxa çıxmışdı deyə indi onun üçün Məcid oxudacağım. Məcid oxu onun üçün. Ümumi olan Nədir? Bax, birinci bunlar hansı hansına fosfordur? aiddir? Ağ, qara, qırmızının hansına aiddir Məcid birinci? Birinci avqət deməli. Bəli, ikinci də Qara. ya qaradır ya qırmızı. Bir-birlərinə oxşuyurlar onlar. Yəni ağdan deyirlər, aydındır. İndi bax belə bir qaydalarımız var. Hansı molekulyar quruluşluydu Məcid? Mənim qara fosfor molekulyar Yox, qara, quruluşuna bax, Q aiddir. hərfinə başlayanlar var ha, qara, qırmızı. Onlar atomdur, qeyri-molekulyardır. Amma ağ fosfor molekulyardır. Molekulyardır. Yəni bu ümumi deyil, ayrıdır. Ayrı seçkilik var burada. İkincisi nə deyir Tamam. Məcid? Suda həll olmur. Hansı su da həll olmaz. Fosforla, o Qara cədvəl suda, var. Cədvəl ağ var suda idi. həll olmur da. Heç biri suda həll Həll olmur. Tamam. olmaz. Hamısını sağ. Hə, bəli, bu ikisinə ortaqdır. Üçüncüdə nə deyir? Zəhərlidir. Hansı zəhərli idi? Mənim Hansı zəhərli ağ dəsin ikisi idi. Ağ idi demədim. ağ idi, ağ Zəhərli idi. parçayı. Təkcə ağ idi zəhərli olan. Onda biz kibritin böhrünə hər dəfə əlimizi vursaq zəhərlənərik ki, hayır, Məcid. Qırmızından qara zəhərli deyil, ağ zəhərlidir. 3 ortaq olmadı. 4-də nə deyir Məcid? Adi şəraitdə bərk haldadır. Hansı bərk Bu idi? müəllim hamısı bərk idi mən Bəli, fosforum. bəli. 2 və 4 ortaqdır demək. 5-də nə deyir? 5-də kibrit istehsalında istifadə olunur. Bu hamısı üçün deyildi mən. Bu qırmızı fosfor üçün idi. Yaxşı. Ağ fosfor Tamam. partlayıcı maddələri qumbara falan istehsalında istifadə olunur. 13-cü sualı oxuyur. Bayaq Axancıq Məciddən qabaq kim oxudu? Mən oxudum müəllim. Onda oxuyacaq Nalə. Sənayedə alınmış sular deyir. Birinci 2 qat superfosfat, kalium şorası, mineral gübrələrə aid olanı müəyyən edin deyir. Deməli, sənayedə alınmış su deyirsə, mineral gübrələrə. Bax, 2 qat Birinci superfosfatın formulu nə idi? Kalsium H2PO4 2 dəfə idi. Əla. İndi o sən dediyin söz var ha, kalsium H2PO4 dəfə. Orada mütləq, yəni onu almaq üçün bizə hansı turş lazımdır? Bizə H3PO4 Əla. ortofosfat turşudur. H2PO4. Və ümumiyyətlə fosforlu gübrələri alanda əsas xammalımız fosforit mineralı idi, yəni kalsium PO4. İndi o reaksiya hansında olar ki, kalsium PO4 də olsun, H3PO4 də olsun? Bir dəqiqə. D-Y. B də var, bax, B, D, Y. Yəni, uşaqlar, B-də, D-də, Y-də olan eyni şeylərdir və hər üçü də 2 qat superfosfat almaq üçün. Bəs ikinci hansı gübrə idi, Nalə? Kalium şorası deyir. Kalium şorası da bildiyim təbiətdə rast gəlinir ən çox. Formulu nə idi ayağım? Kalium nitrat. Şoralar NO3-lər də, Hindistan falan. Hindistan şorası. Bunun içərisində həm kalium var, həm N var. Nəydən ala bilərik? NO3 olmağı üçün NO3 üzərinə kalium klor gələndə. bəli, reaksiyanı temperatur. bəli, bu reaksiyanı alırdı. Olacaq doğru variant D. Sonra Zeynəb xanım. Zeynəb xanım oxuyacaq bizim üçün 14 nömrə tapşırığı. Oxu Zeynəb. X, Y və Z maddələrini müəyyən edin. X kaliumludur. Kaliumlu gübrə olsun.
Başqa heç Qalibi olmasın. diamorfoz ola bilər. Diamorfoz. Silvini silvinit. Bəli, Silvin və Silvinit diamorfoz ola bilməz axı. Hə, Silvin və Silvinit. Aha. Sonra Y fosfor və azotludur. Bu amorfozla diamorfoz ola bilər. bəli, diamorfozları götürək. Olsun. Aha. Z isə azot və kaliumdur. Buna kalium şorası Bəli, yəni kalium enoid. Olacaq hansı variant? C. C variantı. Əla. 15. Məcid oxu. Sonra Rəşada keçək. Demək 15-də mənim. Buradadır. Aha. Bax Məcid. Amorfoz həm PDF-i görürsən Rəşad? Çapar. Bəli, olma. Kim oxuyurdu bu sualı? Məcid. Elə? Məcid davam elə görək. Bəli. X, Y vəziyyət maddələrini müəyyən edin. Gübrələrin alınmasında amorfoz, Bir də presipitat. Burada müəllim hər ortaq Y-dir. Məncə hər ortağa NH3 olardı da. Niyə bax? Amorfozda hansılar var? Bax, ammo sözü bizə nəyə uyğunlaşır? Amonyaka uyğun bir kəlmədir də amorfoz, elə? Tamam. Yəni orada NH3. azotun gübrəsidir. Fos da fosfordur, fosforun gübrəsi. Presipitat isə sən bilirsən ki, fosforun gübrəsidir. Hər ikisində fosfor vardı, Y fosforun olduğu bir maddədir. Və biz də ən çox bunlarda hansı maddədən xamol kimi istifadə edirik? Orta fosfat turşusunu. Tamam. Orta X fosfat. də NH3-dür. Bəli, bəli. Digərdə nə olacaq? Sonra digərdə kalsiyum OH2. Bəli, kalsiyum OH2 ola bilər, kalsiyum CO2 ola bilər, amma variantımız C-yə uyğun gəlir. Aydın oldu? Tamam. 16 Rəşad. Rəşad. Oxuyuram, mənim oxuyuram. Hər iki qabda köküntü alınması hansı ifadələr doğru deyildir? Sualı təzədən özün üçün oxu. Nə istəyir bizdən gör, dərk elə Hər sualı. iki qabda köküntü alınarsa deməli, Aha. hansı ifadə doğru deyildir də, yəni Bəli, doğru olmayan. köküntü alınarsa. Aha. Bax, birincidə nə deyir Rəşad? Birincidə deyir, X maddəsi kalsiyum xlor 2 ola bilər. Kalsiyum xlor 2 olardısa, X maddəsi natrium 3PO4 ilə özüdür hər iki qabda şərtimiz budur. Hər ikisinə köküntü yaransın. Kalsiyum xlor 2 üzərinə gələn natrium 3PO4 nə alınır buradan? Rəşad. Burada alınır. Birinci qabda görürsənmi? X əlavə edib nəyin üzərinə? Natrium 3PO4 üzərinə. Və şərtdə deyir ki, X maddəsi kalsiyum xlor 2 ola bilər. Baxaq görək nə alınır səncə? Natriumla xlor yerini dəyişir də orada. Yer dəyişmirlər. Onlar bir-birlərlə dəyiş toxu şəklindədir. Bəlkə birləşir. Bəli, kalsiyumla PO4 birləşir. Natrium xlor alınır. Və natrium xlor alınır, bəli. Kalsiyum PO4 isə bu ayağına 2 düşür. Bunun da ayağına 3 düşür də. İki variant dedi orada. Aysa. İndi bunların kalsiyum PO4 və yaxud da natrium xlor hansısa çöküntüdür bunlarda? Barınma çöküntü də. Hansı çöküntüdür? Kalsiyum 3PO4. Bəli, PO4-ün sadəcə natriumu, kaliumu və NH4-ə yaxşı həll olurdu. Qalanları həll olunmur. Biri götürürük.
İndi dayan görək bir ikinciyə də uyğun gəlirmi axı? Deyək hər iki qabda. Şərt odur. Gəl indi İkinciye ikinci. uygun değil de. Niyə bax? Birinci, ikinci qaba da uyğun olacaqmı? Gümüş NO3 üzərinə gəlsin kalsium klor 2 yazıram. Görək bu da bizə çöküntü verəcəkmi Rəşad? Buradan nə alınır? Burada kalsiyum NO3 bir de gümüş klor. Gümüş klor. Ay sağ ol. İndi burada çöküntü varmı? Xeyr. Niyə? Kalsium NO3 bəli, çöküntü deyil. Çünki NO3-lərin hamısı yaxşı həll olurdu. Amma gümüş xlor, sən bilirsən ki, gümüş, keçmiş 2, qurğuşun və civənin xlorları çöküntü olur, Rəşad. Gümüş, qurğuşun və civənin xlorları Anladım. çöküntü Çöküntü olur. olur. Bu hər ikisi üçün də ortaq oldu. Çünki ikisində də çöküntü verdi. Yaxşı. Anladım. İkinciyə bax. H3PO4'tü. H3PO4. Bax, X maddəsi deyil, H3PO4 ola bilər. Birinci qabda hansı maddə verilib? Natrium 3PO4. Natrium 3PO4-ün üzərinə H3PO4 gəlsən, çöküntü verər. Xeyr. Çünki özünün turş duzu yaranır və natriumla başlayan istənilən duz yaxşı həll olur. Demək bu ortaq olmayacaq. Bu Çöküntü olmaz. yaratmır axı. Bəli. Üçüncüdə nə deyir? PO4 mənfi üstü. Hə. İyonlarının sayı azalar deyir. Bax, birinci qabda deyir, PO4 iyonlarının sayı azalır. Bizə şərtdə deyir ki, çöküntü alınır. Çöküntü alınırsa təbii ki, orada PO4 çökür də. Çökdüyünə görə iyonların sayı azalar, artar Rəşad. Xeyr, artır da. Axı çökür deyirsən, PO4-lər də çökür. Məhlulda. Məhlulda qalarmı? Qalmaz, çökəcək Xeyr, qabın məhlulda divarına. azalır. Bəli, azalar. Bu doğrudur. 4-də nə deyir? 4'te de mənim yazır. Kalium xlor ola bilər deyir. Bax, natrium 3PO4-ün Kalium xlor olanda natrium 3PO4-ün üzərinə kalium xlor gəlsək görə çöküntü verər yoxsa yox? Nə alınır burada? bu da alınır müəllim. Natrium xlor, Aha, kalium NO3. kalium Kalium PO4. PO4. Və hər ikisi də bax, natriumla, kaliumla başlayan bütün duzlar yaxşı həll olduğuna görə çöküntü verməz. Demək, bu da səhv olacaq. Bəli. 1-dən 3 aydındır? Bəli. Aha, sonra nanə. Nanə. Burada Hı hı. ben eşitirəm. Buyur. Amofos deyir birinci. Mən birinci amonyum şorasını deyim, amofos deyə yadıma gələndə Olsun. deyərəm. Amonyum şora, həndə amonyum şorası NH4 o NH3 NO3'dür. Yox, NH4 yəni, NO3'dür. tələsmə. Aha, NH4 NO3-dür. Və necə yaranır? NH3 üstünə NO3 gəlməklə, Bəli, HNO3 gəlməklə. NH3-ün üzərinə HNO3 gəlməklə yaranır. Aha. Sonra 2 qat superfosfat yadındadır. Hə, 2 qat superfosfat, kalsium H2PO4 2 dəfə. O nə ilə yaranırdı? Kalsium 3PO4 2 dəfə üzərinə H3PO4 gəlməklə. H3PO4-lə. Aha. Bəs yaxşı, birinci amofos. Bayaq bunu kim oxudu deyən Məcid deyirdi də. Amonium da var, fosfor da var. Hə, amonyumdan fosfor. Onda NH3 də olar, azota uyğun olan maddə. Fos deyirsə Bir də hansı maddə P. olar? H3, Fosfor. PO4. İndi H3PO4. H3PO4 iki yerdə təkrarlandı. Həm birincidə, həm də ikincidə. Bax, altına xətt çəkirəm uşaqlar, siz də baxın diqqətlə. Baxın, H3PO4 həm birincidə oldu, həm də ikincidə yazdı. Onda H3PO4-ün hansı element imiş? Hansı hərf imiş? Birincidə, Necə müəllimə? bax, birincidə də, ikincidə də olan hərf hansıdır? H3PO4. Y hərfi də X, Y, Z tapmaq lazımdır. Hansı hərf iki dəfə təkrarlanır? Həm birincidə, həm ikincidə. Y. Demək, Y-imiz hansı olur? H3PO4. İndi baxırsan, X birincidə də var, ikincidə də var. Hansı maddədir? Hər birdə var. ASO, NH3. Deməli, X-imiz olardı NH3. Z-imiz hansı olar? Hə, Z də var idi. Z də HNO3 olar. Z-imiz olar HNO3. Bəli.
T-miz? T-də kalsium 2PO4 2 dəfə. Bəli, uşaqlar başa düşdük yoxsa yox? Başa düşdük uşaqlar? Təzə izah eləyim. Bəli. Zeynəb başa Xeyr. Bəli, olar bir də izah eləsiniz. bəli, gəl sənə də təzədən baxaq. Rəşad. Bax, amorfoz hansı cübrə idi? Kalsium 3PO4 2 dəfə idi. Bax, amorfoz deyir, amorfoz. İçində həm azotun hissəsi var, həm də fosforun. Azot və fosforun bir dəqiqə gözləyə bilərsiniz. Bir NH3 var müəllim. Bir dəqiqə mən dərsi deyim gecikdirək. Sizin dərsə gec başlamışıq. Ümid kəsilsən. Rəşad, davam eləyək. Amorfoz hansı oldu? Monoamorfoz, diamorfoz derdi ya. Amonyum, yəni NH4, NO3. H2PO4. Bax, bu monoamorfoz idi. NH4-dən 2 dənə olanda diamorfoz idi. Yəni, əgər tam imtahanda yadından çıxıbsa da, Rəşad, ammo sözündən yadda saxla ki, orada amonyak var, NH3. Məsəl üçün, tutam yadımızdan çıxır. Elə yadda saxla. Fos da fosfordur. Fosforun olduğu əsas maddə hansıdır? H2PO4. Deməli, bu monoamorfozumuz NH4H2PO4. Bu iki maddədən yaranır. NH3 ilə H3PO4-dən. Yaxşı. Sonra gəlirik amonyum şorasına. Amonyum şorasının formulu nə idi? Amonyum şorası. Amonyum şorası kalium NO3 idi. O Hindistan şorası idi. Kalium şorası idi. Amonyum deyirəm. Amonyum. Nasıl tutayım? Sən ki bunları yaxşı Baxın, bilirdin. Amonyum şorası, Hindistan, Norveç. Amonyum şorası. Hə, bildim. Ən sonuncu idi də. Nə idi ən sonuncu? Amonyum necə yazılır? Amonyum iyonu. Natrium NO3, Yox, natrium NO3 NH4, çili şorası idi. NH4, NH4 NO3 da. NH4, NO3. İndi bu səncə nə ilə nə reaksiyasından yaranır? NH4 nə NO3? Onu təzə şey vuracam. Oraya qoyamam. Flot keçirəm. O eləcə qırağa qoy, təzədən salacam öz şeyini tulla. Yaxşı? Kumağı stolun üstünə qoy elə. Yaxşımı? Yox, özünkiləri tulla, onu qırağa qoy, təzədən atacam. Hə. Dedin NH4 NO3. İndi bu necə nə reaksiyasından alınır Rəşad? Burada mənim NH4 nəyin köməyi ilə yaranır? NH3-ün elə NO3 nəyin köməyi ilə yaranır? Bax, buraları Zeynəb yaxşı bilir, ha, sən də bunlara fikir ver. NO3 hardan gələ bilər? Kitabda sizin hamısı var, ha, cədvəllər. oksigenlə nə mənim? Kitabda var idi da cədvəlin içərisində alınma üsulları. HNO3. Ay, sağ ol, HNO3-ün. Bax, o cədvələ fikir ver. Dərs danışanda da orada biraz büdürəmişdik. 2 qat superfosfat nə idi? Rəşad. Superfosfat. Nə idi Zeynəb 2 qat superfosfat? Kalsium Kalsium H2PO4 2 dəfə, bəli, tamamilə doğru. Bəs yaxşı 2 qat superfosfatı necə alırdı? Kalsium 3PO4 2 dəfə üzərində H2PO4, H3PO4. H3PO4 pis yox. Təşəkkür Zeynəb. Rəşad, bax bunlara mütləq fikir ver. Dərs danışanda da hələ sənə dedim ki, bu hissələri yaxşı bilmirsən. Evdə təzədən bax. Görsən hərliyib tıxlayıb sual sənə düşür, ha, o gübrələr bayaqdan. Adam həmişə yaxşı bilmədiyin yerdən sınağa çəkilir. Eləmi Rəşad? Görsən sualların hamısı sənə bayaqdan gübrədən gəlir. İndi bax. Bax, X, Y, Z, T. Bunları uyğunlaşdırmaq lazımdır ki, hansı maddədir. Bax, amorfozla amonyum şorasının ikisinə də X yazıblar. Hər ikisinə də ortaq olan element maddə hansıdır? Hə, Rəşad, bax.
Amma fosu alanda NH3 ilə H3PO4 reaksiyası aldın. Eləmi? Bəli. Amonium şorasında NH3 ilə yenə NH3-ün adını çəkirəm. HNO3 reaksiyası aldın. 2 qatda isə kalsium PO4 ilə H3PO4 reaksiyası aldın. Fikir versəm ki, birinci və ikincidə X-i yazıblar. Onda X hansı maddə olar hər ikisində də iştirak edir? NH3. NH3. Bəli, X-imiz olar NH3. D variantı. Y həm birincidə var, həm üçüncüdə var. H3PO4 olar. Bəli, Y olur H3PO4. Sonra, onda Z nə olacaq? Z. Aha, ikinci HNO. HNO3 bölünə yazmışıq da. Bəli. Aha. HNO. K nə olacaq? T'miz də burada olur. Kalsium PO4. Bəli. Deməli, bu sualı əslində yaza bilərsən, amma bilməli olduğumuz məqam gübrələrin adları və alınma üsullarıdır, Rəşad. Aydındır? Bəli. Mütləq. Bax, birinci qrupa mütləq gübrələrdən sual gəlir ha, qəbulda. Bunları oxumalısan, gələn dəfə səndən soruşacağam. Yəni Yaxşı. sabah. Zeynəb yadıma sal, sabah birinci girən kimi Rəşaddan gübrələri soruşun. Yaxşı? Yaxşı. 18. Bunu Rəşaddan sonra kim oxuyurdu? Məcid sən oxumalısan, nə deyəsən? Yoxsa? Bəli. Hə, oxu 18-i. Bax, sənə də gübrələri yaxşı bilmirsən, gübrələrdən sual düşdü. Gübrələrin alınmasında istifadə olunan XY və Z maddələrini müəyyən edin. Prespibat, 2 qat superfosfat. Hə, burada da ortaqları tapırıq da. Bəli. Presipitat nə idi bayaq dedik? Prespibat H gözüm oldu. Kitabın yanındadır. Xeyr, mənim yanımda yoxdur heç nə. Kimdən kimə yalan? Presipitat nə idi Zeynəb? Kalsium HPO4 olsan H2O. Aysal və presipitat nədən alırdıq biz? Presipitatı kalsium OH2 dəfə üzərindəki H3PO4. Bəli, kalsium OH2 uşaqlar. Üzərinə gəlsin H3PO4-dən alırıq. Tamamilə doğru. Yaxşımı Məcid? Yadında saxla. 2 qat superfosfatı necə alırdıq? Zeynəb. 2 qat superfosfatı kalsium 3PO4 2 dəfə üzərindəki H3PO4. Bəli, kalsium 3PO4 2 dəfə. Üzərinə gəl H3PO4. İndi görürsən Məcid, hər ikisi üçün ortaq olan nədir burada? X-imiz nə imiş? İkisimiz H3PO4. Bəli, H3PO4. Sonra sadə fosfat nə idi ay Zeynəb? Kalsium 3PO4 2 dəfə üzərindəki H2SO4. Bəli, burada artıq H2SO4-ün adı keçirdi. Kalsium 3PO4 2 dəfə. Üzərinə gəlsin H2SO4. Aha, amonium sulfat. Amonium sulfat NH3 üzərindəki H2SO4. H2SO4. İndi bunlar üçün ortaq olan, bax ikinci ilə 2 qatla sadə superfosfat üçün ortaq olan nə idi Məcid? H2SO4. O H2SO4 Z-də Sulfat. olacaq, Z-də. Oxşar olanlar. Hə, Bəs Y-də? tamam. İkide H2SO4, H3. Nə deyirsən ay Məcid? Y-də bax. Kalsium 3PO4 2 Kalsium dəfə. PO4 olar da ikisində də ortaq olan. Hə, tamam. Yaxşı, olacaq hansı variant? Ona E variantı. E variantı. Başa düşdük Rəşad, Məcid, hamımız. Bəli, mən bildim bunu. Demək bizim problemimiz nədir? Fosforu qəşəng öyrənmişik hamımız. Problemimiz bizim mineral gübrələrdir. Kitabdan da səhifəsini demişdim də, bilirsiniz, o dəfə vermişdim elə mineral gübrələri səhifələrini. Bəli. Rəşadla Məcid əsas ikinizdən mineral gübrələri təzədən soruşacağam və sizə bu dəfə sabahdan artıq başqa bölməyə başlayacaq uşaqlar.